Salam, bugün yəni 12 aprel 9-cu siniflərin buraxılış imtahanına düşən sualların, qrammatik sualların izahını başlayıram. 13-cü sual, choose the antonym of the underlined word. Burada bizdə underlined word deməli noisy sözüdür. The central street is very noisy. Noisy-yə də bilirik ki, short qısa deməkdir, big böyük demək, dirty çirkli, long uzun və cavabımız quiet olacaq. 14-cü sual, she decided her house which is in Kazakh. Bilirik ki, decide sözü özündən sonra tuğlu feil istəyir. Ona görə 2-ni biz və 4-ü silirik. Yerdə 1-lə to sell, not to sell. Məslərlərini də bilirik ki, inkarını not to ilə veririk. Ona görə də cavabımız olacaq 1, 3. O da C variantıdır. Burada 1 silinir. Sual, the boy took. Sonra baxırıq ki, burada book var. Yəni isim, digər tərəfdə isə isim yoxdur. Yəni bizdən əvəzliyin isimli və isimsiz işlənən gəli əvəzliyin isimli və isimlisiz formasını istəyir. Birinci tərəfdə book olduğuna görə my'dan sonra book isim olmaz. First'dən sonra da isim olmaz. Digər variantlar uyğundur. Baxırıq ikinci tərəfimizə. My'ın düzdür. My'dan və zeyirdən sonra isim gəlməli idi. Ona görə də cavabımız B variantıdır. The boy took his book and returned mine. 16-cı sual, choose the correct option. Burada bizdən düzgün seçimi istəyir. One of the tables. Bilirik ki, one of'un xəbəri təkdə olur. Ona görə bu düzdür. The cost of this construction is too high. Bəli, bu da düzdür. Çünki the cost söz öndən əvvələ baxırıq, görürük ki, mübtədamız təkdədir və xəbərimiz də təkdədir. George and I 2 nəfər olduğuna görə was yox, were olardı. The page yenə söz öndən əvvələ baxırıq, görürük ki, cəmdədir, xəbər isə tək verilib, ona görə də səhvdir. Cavab 1, 2, D variantı. 17-ci sual, burada baxırıq ki, bizdən düzgün sual sözünü istəyir. Hansı sual sözü düzgün işlənib? Cümləmiz birbaşa xəbərlə başladığına görə deməli sual mübtədaya verilib. Burada da mübtədaya sual veriləcək. 2 sual sözü var, who və what. Bir digər tərəfdən baxırıq ki, bizə who, yəni canlını, yoxsa what cansızı ifadə edən sual sözü lazımdır. Cümləni oxuyuruq. Was your first grade teacher? Teacher'ını soruşduğuna görə deməli canlını istəyir. Digər tərəfdən də she was. Cavabda da o canlını əvəz eləyən cavab verdiyinə görə də cavabımız A variantıdır. 18-ci sual, choose the correct option. The singer, his new sing at the moment. Bizdən düzgün zamanı istəyir. Ona görə də the singer at the moment bilirik ki, indiki davam edici zamanın göstəricisidir. Buna görə də singer də təkdə olduğu üçün is singing B variantı düzgün cavabdır. Bilirik ki, davam edici zaman to be üstəgəl verb ing ilə düzəlir. Ona görə də B düzgün cavabdır. Choose the correct option. 19-cu sual. We played very well, didn't win. Baxırıq ki, birinci tərəfimiz müsbət, ikinci tərəfimiz mənfidir. Yəni, təsdiq və inkar. Biz də bilirik ki, təsdiq və inkarı bağlayan bir bağlayıcı, burada olan bağlayıcılardan yalnız batdır. Batın bir tərəf təsdiq, digər tərəfi inkar olur və bu da ziddiyyət bağlayıcısıdır. 20-ci sual, choose the correct option. Yenə bizdən düzgün seçimi istəyir. Burada söz önüdür. This winter I'll stay my aunt's 2 weeks. Mən deyir, qalacam hardasa və 2 həftə ərzində, biz bilirik ki, 2 həftə ərzində, 2 həftə müddətində forla olur və harada olanda o da C variantıdır. At my aunt's, yəni mənim bibimgildə 2 həftə müddətində. 21-ci sualda bizdən passive voice, yəni məchul növ istəyir. Biz də bilirik ki, məchul növ to be-nin formaları və üstəgələk participle to vasitəsilə düzəlir. Baxaq cümləmizə. I like to listen to the music. Burada passivlik yoxdur. I drink milk every night. Burada da yoxdur. Yenə to be participle to axtarırıq biz. The baby'dən sonra yenə feil var, yoxdur. It is. Bizdən sonra sifət gəlib, participle to bizə lazım idi.
E variantında I was offered, bəli, to be, üstəgə participle to. Bu bizim düzgün cavabımızdır. A new job, mənə təklif edildi. Bu düzgün cavabdır. 22-ci sual, burada bizdən definition'ı soruşur. To worry, to scream, to cover. A variantında to make a loud high cry that shows you are afraid or hurt. Bu o deməkdir ki, qışqırırsan. Ona görə də A variantı bura gəlir. To feel that something bad will happen or has happened. Hiss edirsən ki, nəsə bir pis şey olacaq və yaxud da baş verib. Bu da narahat olmaqdır. Bir də bura gəlir. To put one thing over another thing, to hide it or to keep it safe or warm. Nəyinsə üzərinə qoyursan ki, onu ya təhlükəsiz və yaxud da isti saxlayasan, yaxud da qoruyasan. O da C-dir, yəni örtmək deməkdir. B, A, C. O da bizdə E variantındadır. 23-cü sual. Our building is as. Bu da bizdən sifətin dərəcəsini istəyir və bilirik ki, as sifətin adi dərəcəsidir. Orada da feil öz kökündə, sifət öz kökündə olduğu kimi işlənir. Ona görə də D variantı düzgün cavabdır. 24-cü sual. Match the words to their definitions. Yenə definition istəyir bizdən. To annoy, bu 7-ci sinif sözüdür. Əsəbləşdirmək. Burada B variantı uyğun gəlir. To make somebody a little angry. To frighten, qorxuzmaqdır. Bu da C variantı uyğun gəlir. To make somebody feel afraid. Sonra to prove, sübut etməkdir. Show that something is true. Bu da A variantıdır. Yəni olacaq B, C, A. B, C, A. O da B variantındadır. 25-də də bizdə negativ mənalı sözlər istəyir. Embarrassed, utandırıcı. Peaceful, sözsevər, sakit. Confident, özünə inamı olan. Creative, yenə yaradıcı. Disrespectful, hörmətsiz. Ona görə də cavabımız olacaq 1, 5.